İnsanlardan kimisi bədbəxt olacaq, kimisi xoşbəxt olacaq. Bədbəxt kimlər olacaq? Allahı inkar edən, əmrlərinə boyun əyməyən, Allahın buyurduqlarına laqeyd yanaşan, Allahın əmrlərinə qarşı ehtiram göstərməyənlər, eyni zamanda Allahın qadağan etdiklərinə qarşı inkar edən, əlbəttə ki, onlar bədbəxtlərdir. Ona görə insan fikirləşməlidir ki, Allah Taala ondan mütləq ona verdiyi ömrü soruşacaq. Yoxsa insan elə hesab edir ki, başlı başına buraxılacaq. Necə gəldi elə? Əsla. Mütləq insan ona verilən ömrün hesabını verəcək. Mütləq insan diriləcəkdir. Mütləq bu Allahın vədidir. Allahın vədi haqqdır. İnsan öldükdən sonra Allah onu dirildəcək. O Allah buna qadirdir. Biz buna iman gətirmişik. Yəqinliklə, qətiyyətlə insanı yoxdan var edən Allah məyər insan öldükdən sonra onu diriltməyə qadir deyilmi? Əlbəttə ki, qadirdir. يخرج الحي من الميت ويخرج الميت من الحي ويحيي الأرض بعد موتها وكذلك تخرجون. O ölüden diri, diriden de ölü çıkardır. Yeri ölümünden sonra dirildir. Siz de qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız.